Bəli, bu gün futbolla bağlı paylaşım eləməyəcəm. Çünki bu gün 8 noyabr Azərbaycan xalqının, Azərbaycan ölkəsinin, millətimizin qələbə günüdür. Ona görə də bu barədə paylaşım eləmək istəyirəm. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevi güclü siyasəti ilə və başda şəhidlərimizin, qazilərimizin və bütün müharibə iştirakçılarımızı təbrik edirəm. Çünki onların sayəsində millətimizə bu sevinci yaşadıblar. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Əzizlərinə, yaxınlarına başsağlığı arzu edirəm. Başınız sağ olsun. Qanları yerdə qalmadı. Təbrik edirəm bütün şəhid ailələrini. Çünki olardı ki, bu qələbəni görmədi, amma canlarından keçdi. Bu qələbəni bizə bəxş elədi. Daxili İşlər Nazirliyinin daxili qoşunlarının hərbi aviasiyasında xidmət eləmişəm. Buradan da bütün silahdaşlarıma, iş yoldaşlarıma, Azərbaycan xalqını təbrik edirəm. Çox sağ olun. Yorumlarda təbriklərinizi gözləyirəm dostlar. Bir Azərbaycanlı olaraq özümə borc bildim. Çünki bu qələbə hər birimizin qələbəsidir. Təşəkkür edirəm. Çox sağ olun.